Əlbir olub evdən içərisində 340 min manat olan seyfi oğurladılar. Götürdükləri pulla 6 avtomobil aldılar. Dəstə üzvlərindən biri isə ona çatan pulla estetik əməliyyat etdirib. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Zərər çəkən şəxs polisə məlumat verən kimi dərhal araşdırmalara başlanıb. Binəqədi Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən qabaqcadan əlbir olan dəstə üzvləri 38 yaşlı Şəbnəm Hüseynova, bacısı 28 yaşlı Zemfira Sultanova, onların əmsi oğlu 33 yaşlı əvvəllər məhkum olunmuş Qurban Sultanov və tanışları 28 yaşlı Əli Qurbanov saxlanıblar. Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Şəbnəm Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmsi oğlu Qurban Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna apararaq içərisində olan 340 min manatı ələ keçirib. Bir neçə gündən sonra Qurban Sultanov pulun 194 min manatını Əli Qurbanovun vasitəsilə əmsi qızlarına göndərib. Hadisədən sonra Qurban Sultanov ona çatan pulla 4, Şəbnəm Hüseynova isə 2 avtomobil alıb. Dəstənin digər üzvləri Zemfira Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib. Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirən zaman oğurlanan pulun bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə günü mən girdim onlara, seyfi elə bir götürdüm, verdim əmi oğluna. Mən evdə gözlədim, Şəbnəm getdi, kassanı gətirdi. Mən kassanı götürdüm, binanı tərk elədim, getdim Şəmkirə. Kassanı açdım, pulu götürdüm, Şəbnəmlə böldüm. Qaralıq maşın var idi, yaxınlaşıb paketi götürmüşəm. Pul gəlib 194 min, 194 mindən biz 2 maşın almışıq. Özümdə qalan pulun bir hissəsindən 4 dənə maşın almışam.